Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Bu günlərdə məlumat videomuzdur. FTMO-da, yəni bizim fon hesabımızda çıxarış olunub və necə bunu eləmək lazımdır, mən sizə bunu izah eləyəcəm. Birinci göstərəcəm bu çıxarış necə olunub. Sosial şəbəkələrdə izləyənlər görüblər artıq uşaqlar. Sadəcə dedim YouTube videosu çəkim və sizə tam olaraq məlumat verim ki, fon hesabları necə işləyir, bu hansı vaxtda əmələ gəlir millət. Bir şey deyim ki, 1-2 gün əmələ gələn şey deyil. Vaxt aparır, 1 ay apara bilər, 2 ay apara bilər, 10 gün, 15 gün fərq eləmir millət. Siz stabil şəkildə bunu keçməlisiniz və çıxarışınızı eləməlisiniz. İlk çıxarış fərqi yoxdur uşaqlar. Nə qədər siz 100 minin üstündə 100 dollardan yuxarı olmalıdır. Minimum çıxarış 100 dollar olmalıdır, səhv eləmirəmsə düzdür. Minimum çıxarış 100 dollardır və siz 100 dolların üstündə nə qazansaz çıxarış eləyə biləcəksiniz və sizin öz depozitiniz, hansı ki siz həmən deyək ki, mən 100 min dollarlıq challenge hesabı almışdım. Həmən challenge hesabının 100 min dolların üstündə 160 neçə dollar idi. İndi göstərəcəm mən sizə onu. 129 dollar biz çıxartdıq. 100 minin üstündə dostlar deyə bilərsiniz ki, azdır. Təbii ki, azdır, amma uşaqlar birinci dəfə siz çıxarış eləyəndə fərqi yoxdur. 100 dollardan yuxarı nə oldu? Siz dayanmalısınız, çıxartmalısınız. Həmən o 100 dolları da öz depozit elədiyiniz o 500-600 dollar, indi baxırsınız neçəyə almışdınız fon hesabını. O pulu da sizə geri qaytarırlar və sizə artıq həmən bu 100 min dollarlıq hesab pulsuz düşmüş olur. Ondan sonra siz risklərinizi rahat eləyə bilərsiniz. İlk dəfədən risk eləməyə məsləhət görmürəm, çünki uşaqlar sizin öz 500-600 dollarınız da oradadır, hansı ki depozit eləyib o 100 min dolları almışsınız və siz hesabı yandırsaz çıxarış zamanında. Çünki dostlar, çıxarış fon hesabında əgər siz artıq çıxarışa gəlib çıxmısınızsa, siz çox güclü tradersiniz. Çünki bu səviyyələrə, bu sahəyə, yəni həmən bu boyda filtrdən keçmiş sahəyə çox az trader gəlir və bunu özünüzə ciddi bir şəkildə qeyd edin. Və uşaqlar, həmən o birinci məbləği çıxardandan sonra və öz pulunuzu da əldə eləyəndən sonra sizə yenə də hesab verirlər, hansı ki siz həmən hesabda 100 min dollar əldə edirsiniz və davam edirsiniz. Artıq sizin pulunuzu da qaytarırlar. Göstərək uşaqlara. Baxın millət, deməli FTMO bölməsində biz görə bilərik burada ready, hal-hazırda görürsünüz start FTMO. Bunu mənə yeni veriblər. Məsəl üçün mən burada start düyməsini bassam, məndə hal-hazırda belə bir bölmə açılacaq. Hansı ki burada credentials bölməsi var. Bura mən keçid alacağam. Burada mənim login parolum olacaq. Hansı ki mən MetaTrader 5-ə qoşulacağam və başlayacağam 100 min dollarlıq hesabımda öz trade'imi eləməyə və 14 gündən bir çıxarış olduğu üçün dostlar, növbəti 14 günə kimi mənim vaxtım olur. 100 min dolların üstündə nə pul qazansam, mən artıq çıxarış eləyə bilirəm. Bugünkü kimi hal-hazırda mən sizə göstərəcəm. Dostlar, bu bizim gördünüzmü? Hal-hazırda accountdur, FTMO account yazılır. Dostlar, baxın. Burada FTMO challenge var, FTMO verification var, FTMO account var. Baxın, bizdə 100 min dollar dönüb olub 100 min 162 və buradan 20%-in broker özünə götürür və yerdə qalan 126 dollar, yoxsa 129 dollar idi o, bizə verir və onu biz çıxarış eləyirik. Hansı ki bizdən adres istəyir, bank hesabı və yaxud da ki kripto adres, həmən o adresə göndərilir. İndi inşallah ikinci çıxarışda çalışacağam onu çəkim mən. Çünki birinci dəfədir bu brokerdən birinci dəfədir mən çıxarış eləyirəm və ilk dəfə olduğuna görə bəzi yeniliklərlə qarşılaşdım. Ona görə bunları gələn səfər mən sizə çəkib göstərəcəm. Amma uşaqlar, burada biz görürük ki, çıxarış elədik və bizə yenidən hesabı verdilər. Bu bizim, görürsünüzmü, FTMO account. Buna diqqət yetirin. Sonra bura keçək biz, mən sizə çekləri də göstərim, FTMO Traders. Traders bölməsinə keçəndə uşaqlar, burada görürsünüzmü, invoice var. Hansı ki, invoice'un nömrəsidir, vaxtıdır 28 noyabr 2025-ci il və reward 129 dollar. Burada aşağıda isə bizdə görürük ki, belə bir çıxarış var, download invoice. Bu uşaqlar nədir? Siz hardansa çıxarış eləyəndə, kimsə sizdən soruşsa ki, məsəl üçün bank falan, pul hardandır dostlar, bu invoice olaraq göstərirsiniz və salam. Sizin pulunuzun hardan gəldiyi bəlli olur, aydın olurmu? Bizdə refunddur. Baxın, bu refund mənim challenge-ı aldığım qiymət idi. Orada endirim var idi. Mən 536 dollar aldım, ikinci dəfə alırdım deyə. Ondan öncəki səhv eləmirəmsə 640-650 dollardı FTMO-da, səhv eləmirəmsə 100 minlik hesab.
Amma indi qara cümə olduğuna görə endirimlər ola bilər. Və görürük ki, uşaqlar göndəriblər və siz həmin pulu 2-3 iş günü ərzində əldə edirsiniz. Burada belə olur uşaqlar, qayda belədir. Əgər siz 2 etapı keçib 3-cü etapda sizə hesab verdilərsə, fərq eləmir hansı hesabdır. 10.000, 25.000, 50.000 hansı sizdə varsa, ən ağılsız hesabları 25.000, 50.000-dir. Hansı ki, baha başa gəlir almaq, həqiqətən doları almaqdansa Lusha ilə ya 10.000-lik alaram, ya 100.000-lik. Uşaqlar, söhbət bundan getmir. İlk öncə biz çıxarışımızı eləyirik. Nə qədər olur olsun. Nə qədər icazə verir, o qədər minimum eləyirik və çıxarışımızı edirik və öz pulumuzu geri alırıq. Geri aldıqdan sonra rahat treydimizi eləyirik. İnşallah çalışacağım vaxt eləyim uşaqlar. Çəkim onları da videoya nətərsə 2 həftədən bir çıxarış söhbəti. Ya batarıq, ya qalarıq. İndi daha bilmirəm, amma əsas odur ki, uşaqlar, mən əsas öz pulumu oradan çıxartmışam. Düşünürəm ki, bu video sizin üçün çox önəmli idi, dostlar. Çünki millət, videoya dəstək olmaq lazımdır. Bax, kanala abunə olmamısan dostum, baxırsan videoya, zəhmət olmasa kanala abunə ol və öz fikrini bildir. Yəni sənin fikrin bizim üçün çox önəmlidir və biz həmin fikrə uyğun nəsə bir şeylər eləyəcəyik. Dostlar, Forex böyük sahədir. Forex-də iş görmək üçün vaxt gedir. Sırf Forex-ə uyğun olan təlimlərimiz hazırlanır. Hansı ki, mən özüm də orada çıxış eləyəcəm, hansı ki, həftə sonu Zoom üzərində görüşlər olacaq. Dostlar, bu başqa bir mövzudur və bu mövzuda başqa cür işləmək lazımdır. Yəni bu fon hesabları, baxın, Forex-dən işləmək, fon hesabı tam fərqli bir sistemdir. Həqiqətən də fon hesabı başqadır. Orada elə bir ki, 3-cü şəxs var, hansı ki, sizə nəzarət eləyir. Siz bu qədər itirə bilərsiniz, filan vaxtı ticarət eləyə bilərsiniz, filan vaxtı eləyə bilməzsiniz. Yəni bunların hamısı dostlar fon hesablarında var və fon hesabında işləmək üçün böyük səbir və təmkin lazımdır dostlar. Düşünürəm ki, video sizin üçün maraqlı idi. Aşağıda öz fikirlərinizi bildirin. Nə sorğu sualınız olsa bizə Instagramda yazın uşaqlar, hər birinizi gözləyirəm. Telegramda da bizi izləməyi unutmayın. Bütün rəsmi linkləri aşağıda saxlamışam. Gələn videoda görüşərik. Hələlik.